Deməli, sual odur ki, insan bilmədən orucunu açarsa, ya da pozarsa, o davam etməlidir. Burada məsələ belədir qardaşım. Bunu bilmək lazımdır ki, insan unutqanlıq səbəbilə, bu bir. 2. Cahillik səbəbilə, bilmədən. 3. İkrah səbəbilə, ikrah deyirlər. Yəni, məcburiyyət qarşısında qalıb. Orucu pozan şeylərdən birinə düşərsə, onun orucu səhihdir, orucunu davam edir. Bir də deyirəm, insan unutqanlıq səbəbilə, ikrah, məcburiyyət səbəbilə, bir də cahil, hökmündən cahildir, bilmirdi bu orucu pozur yoxsa yox. Cahillik səbəbilə orucu batil edən şeylərdən birinə düşərsə, onun orucu səhihdir, o orucunu davam edir. Bunu bir mənalı olaraq bilmək lazımdır.